Salam, əziz xanımlarım, canlarım. Hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Baxın, bu cibek deyirik, nə bilim, papuç deyirik də, hər bir bölgənin də öz adı var. Bu mənim toxuduğumdur. Görürsünüz, elə bil ki, maşından çıxıb, əl işi işləməyib burada. Hər yeri eyni şeydən. Ona görə ki, ilmələr düzgündür. İlmə sayı düzgün olanda toxuduğunuz da çox gözəl çıxır. Mən özüm 60 yaşım var, yəni yaşlı bir xanımam. İş sahəmdə tamam fərqli bir sahədə işçiyəm. Amma hər işi bacarmağı çox sevirəm. Hər birinizdə elə. Bilirəm ki, hamınız qoçaq, yəni bacarıqlı, bizim xalq, bizim cəmaatımız belədir. Buradan başlanğıcda, ucda, burun hissəsində. Elə eləyin ki, ilmə eyni, ilməni 10 ilmədən götürün. 9 olsa fərqli olacaq. Bunun bir tərəfi enli, bir tərəfi nazik olacaq. Ya nə bilim 11 olsa yenə fərqli düşəcək. 8 olsa balaca çıxacaq, miz duracaq. Ona görə bunu başlanğıcda başlayırsan 10 ilmədən. 10 ilmə başlayırıq ki, görürsünüz ki 10 ilmədən başlayanda tamam normal olur. 10 ilmədən başladıq. Toxuyuruq bura qədər. Bu bir dənə ki, naxışları bir-birindən ayıran xətt ki qoyuruq, bir ilmə belə gedir. Artırmanı onun iç yüzündən eləyin, göstərirəm. Görürsünüz, baba, bu iç yüzdən. Çöl yüzdən eləsəniz naxışlarınız qarışacaq. Ancaq bu iç yüzdən artırırsınız, hara qədər artırdınızsa. O razmerlər var da, 22 razmerdə 18 ilmə olmalıdır hər mildə. 23 razmerdə artıq 18-19 olmalıdır ki, razmerlər düzgün alınsın. Toxudunuz, gəldiniz. Toxuyanda hər sırada baxın ki, yanlışlıq olmasın. Yanlışlıq oldusa başacan yanlış gedəcək. Toxuduq. Bir də elə toxuyuruq ki, bu burun hissə ilə bu hissədə yəni 1 santı fərq olsun. Eyni olanda bura çox uzun görsənir. Məsəl üçün, bura 11-dirsə, burada da 10 qoyuruq ki, çox qəşəng, normal yerində alınsın. Gəldik, bunu bura qədər toxuduq, gəldik, bunu kəsmək yerinə. Bu üstlükdə ayaq üstünü kəsəndə. 5 ilmə bu mildən götürürük, 5 ilmə o mildən götürürük ki, eyni düşsün. Görürsünüz, naxışların küncləri eyni qalsın. Sonra toxuyuruq. Belə qatlayırıq. Görürsünüz ki, bax, əlimdə, yəni düzəltmirəm. Nə cür qatlayıram? Eyni. Baxın, baxın ağız hissəsinə. 30 ilmə 21-22 santıda saxlayıram buranı, 30 ilmə bir tərəfindən, 30 ilmədə bu biri üzündən. Ya 23 santılıq corablarda 31 ilmə burada olur, 31 ilmə o biri tərəfdə olur. Gəldik, buranı sayla toxuyuruq. Baxın, 1, 2, 3, 4, bu cür saya-saya gəlirik ki, bir-birindən artıq əskik qalmasın. Gəldik bura. Ya 17-yə çatanda dabanlıq qoyuruq, ya 18-ə çatanda, o razmerlərləndir. 22 olanda, 17-yə çatanda daban hissəsini qoyuruq. Yox, 23 razmerdə 18 sıra toxuyub dabanı qoyuruq. Dabanlıq qoyalanda, baxın, görün daban nə qədər qəşəng durur. Elə bil ki, özü ayaq üstə dayanır corabın. Baxın, nə geyinilib, nə bir şey eləyib. Nə qədər qəşəng qalır. 6 ilmə, burada 6 ilmə birində millərin. Gəlir, yarıya qədər yığmaq yoxdur. Eyni gəlir. Yarıdan sonra yığanda, eyni mildən, bu hissədən də bir ilmə yığılır, bu hissədən də. Qarışıq yığanda, bura belə düzgün alınmayacaq. Biri irəli, biri geri qalır. Eyni bir ilmə o mildən götürürük, bir ilmə bu mildən. 1, 2, 3 toxuyub sonra yığırıq. Baxın, bu kəsmə hissiyə. Kəsiləndə də sayla buranı ya 16 baxırıq, ya 17 sıra toxuyub gəlirik. Ondan sonra bunu kəsirik ki, düppədüz çıxsın. Arxadan baxanda, yəni bunda çökəklik, hündürlük qalmasın. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun. Hər birinizdən Allah razı olsun, qorusun. Tereza xanımı, Elmira xanımı da Allah var eləsin ki, bu qıraq kənddə olan xanımlarımızı işlə təmin eləyir. Allah ruzularını versin. Hər birimizin, onlar da başımızın üstündən əskik olmasın. Sağ olun, salamat, sağlıqla.